Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı mübarizə davam etdirilir. Xəzər rayonunda keçirilən növbəti əməliyyat zamanı 37 yaşlı Bəhruz Şükürov tutulub. Onun evindən 14 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana şişaranıb. Saxlanılan şəxs kamuflyaj olunmaq məqsədi ilə mağazalara çörək daşıdığı avtomobilindən narkotiklərin ünvanlara çatdırılmasını təşkil edir. Şükürov ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Qaradağ rayon ərazisindən götürdüyünü və ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə eləmə niyyətində olduğunu bildirib. Şükürlər üçün nələr deyirəm? İş yerində işlədiyim zaman mənə İran vətəndaşı olan, Babək adlı olan zəh vurdu üçün bəs konumum var, ged ora götür. Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qəti imkan tədbiri seçilir.